Qurban kəsmək 1 yaşa qədər olan qoyun və keçi kəsilir. 2 yaş həddində olan öküz və inək kəsilir. 5 yaşı tamam olmuş dəvələr kəsilir. Qoyun və keçi bir nəfər tərəfindən kəsilməlidir. Amma böyük heyvanlar, deyək ki, inəkdir, öküzdür, dəvədir, bir neçə adam yığışıb bir yerdə kəsə bilərlər. Qurban kəsmək üçün seçilmiş heyvanlar sağlam olmalıdır, kök olmalıdır, buynuzu qırıq olmamalıdır, gözü yerində olmalıdır, bütün əzaları yerində olmalıdır. İndi sual çıxır, kimlər kəsməlidir? Bu qurbanı kəsməyə maddi imkanı olan hər bir şəxs kəsməlidir. Amma imkanı yoxdursa, borc alıb kəsə bilməz və yaxud da ki, birindən heyvanı ala deyək ki, kəsim, sonra pulunu sənə verirəm, onu kəsə bilməz. Yəni, Allah bunu qəbul eləmir. Çünki qurban kəsmək, Allah rizasını qazanmaq, səmimiyyət, İslam birliyi, mütəşəkkillik, qayğı, diqqəti özündə etibar eləyən bir bayramdır. O ki, qaldı, deməli, necə kəsilməlidir? Bəli, Allahın adını tutub kəsilməlidir. Yəni, Bismillah sözü ilə kəsilməlidir və kəsən adam da müsəlman olmalıdır, üzü qibliyə tutub kəsməlidir və kəsiləndən sonra da onun paylanması qaydasını da qısaca olaraq deyirəm. Qurban ətini kəsib paylanarkən ən əsas diqqət yetirilməli olan məsələ nədir? Heyvanın bütün əzaları bərabər şəkildə 3 hissəyə bölünməlidir. Yəni, o 3 hissəyə bölünmüş ətin içərisində heyvanın boynu, qolu, qabırğası, deyək, bud hissəsi, quyruq hissəsi bərabər şəkildə bölünməlidir. Yəni, hissənin birində deyək, bud ətin çox ola bilməz və yaxud da digərində qol əti çox ola bilməz. Yəni, o hissələr də hətta o 3 hissəyə bölünürsə, onlar da deməli, kəsilən qurban əti bərabər şəkildə o 3 hissəyə ayrılmalıdır. Sonradan o 3 hissənin biri qurban kəsənin öz ailəsinə və ailə üzvlərinə verilməlidir. İkinci hissə, deməli, yaxın qohumlar, qonşular arasında paylanmalıdır. Üçüncü hissə də imkansız olan müsəlmanlar arasında paylanmalı. Və burada vacib bir şərt də nədir? Bəzən qurban ətini paylayırlar, amma demirlər, elə ki, uşağa verirlər ki, apar ver. Yaxşı olar ki, onu paylayanda da böyüklər versin və bildirsin ki, bu qurban ətidir. Çünki təcrübədə olub ki, birinə bir ət vermirsən, o oturub orada onu İslam süfrəsinə uyğun olmayan bir şəkildə bişiriblər və təam ediblər. Ona görə də bu incə mətləblərə diqqət yetirmək lazımdır. O ki, qaldı, yenə deyirəm, bir daha təkrar edirəm. Qurban kəsmək hamının vacib borcu deyil, ancaq imkanı olan insanlar kəsməlidir. Qurban ətinin satılması da, ondan xeyir götürülməsi də İslamda haramdır və bu qəbul edilən deyil. Yəni, qurban kəsmək və onun ətinin paylanması həqiqətən ehtiyac var, o insanlar arasında paylanmalıdır və bölünməlidir.